Xoş gördük, əziz dinləyicilər. Bilirsiniz ki, Türkiyə Suriyada güya YPG-yə qarşı vuruşur, güya Kürdlərə qarşı vuruşur və nəhayət vahid Suriyanı qorumaqla çalışır. Əlbəttə ki, bunu bacara bilmirlər. Görünən odur və bütün bunlarla bərabər İsrail öz istəyini orada həyata keçirdir. Yavaş-yavaş Suriyanı bölür. Və bu günlərdə də bir Türkiyə mətbuatına, Türkiyə xalqının pohlayıb ortaya qoyduğu iki Hələbdə Kürd məhəlləsi. Yəni bir anlıq fikirləşin ki, Bakıda Kubinka məhəlləsi və yaxud da Sovetski məhəlləsində Kürdlər yaşayırdı. Oradan vurub onları çıxartdılar və böyük bir reklam elədilər Türkiyə daxilində. Amma bu günləri biz nəyin şahidi olduq? Bu günləri 2 milyon sayları olan Kürdlər az qala Suriyanın 40%-ni tutublar və bu günləri Erdoğanın hakimiyyətə gətirdiyi o qalstuklu Vəhabi ki var, Colani, Kürdlərin dövlət dilini, Suriyanın dövlət dili elan etdi. Kürd dilini ikinci dövlət dili elan etdi və Kürdlərə məktəb açılması, Kürd dilində məktəblərin açılması və Kürd dilinin tədris olunmasını həyata keçirmək üçün müqavilə imzaladı. Baxın, budur sizin siyasətiniz. Biz bundan danışanda bəzi insanlar güya bunlar patriotdular, güya bunlar necə? Budur fakt. 3 milyon, hani 3 milyon türkmanın səsi, hani 3 milyon türkmanın dili, halbuki o ordu, o qoşun bu günləri güclüdür Suriyanın içində. Biz bunun davasını edirik. Bəs hani sənin təsirin? Hani İraqda olan türkmanların türkman dilinin qorunması? 40 milyon İranda türk var. Bu günləri çıxır Xarici İşlər Naziri, Türkiyənin Xarici İşlər Naziri bildirir ki, biz orada terrorçu. Nə terrorçu? 32 milyon insan qalxıb 32 milyona terrorçu mu deyirsən? Minlərlə insan qanına qəltan edilib. Azərbaycanlılar qanına qəltan edilib. Budurmu? Hani sənin təsirin? Hani 40 milyonluq İrana bir dəfə ağzını aç deyinən ki, təsir etkinən ki, niyə axı orada o qədər Azərbaycan var? Onu dövlət dilini təmin edə bilmirsən? Niyə ona mədrəsə açmırsan? Niyə ona məktəb açmırsan? Hanı təsirin? İşiniz, gücünüz nədir? İxvançılıq. Bu günləri də Amerika ixvançı qruplaşmaları terrorçu siyasına saldı. Bu günləri Türkiyə Qətərinəsirinə çevrilib. Qətər dünyada ixvançılığın yayılmasında təpədən dırnağa qədər işləyən bir dövlətdir. Bu günləri Həmas olsun, səhərdən axşamda Həması müdafiə etmək, Qətərin özünü vurdular. Qətər indi Həmasın qruplaşmasının mərkəzini Türkiyəyə keçirdi. Türkiyə ixvançılığın bir quluna çevrilib, birəsirinə çevrilib. Harda ixvançılıq var, bunu reklam edirlər. Və bu günləri Qətər milyardlarla dollar pul qoyur ixvançılıq üçün. Və mən sizə deyirəm, Azərbaycanda bunun dəhşətli dərəcə təhlükəsi var. Bu günləri Vəhabi, bu gün Şiə təhlükəsi yoxdur artıq. Bu gün İrandan gələn artıq o qum məktəbinin təhlükəsi yoxdur, amma Vəhabi təhlükəsi, Türkiyədən gələn ixvançılıq təhlükəsi dəhşətli dərəcədədir. Bu ən böyük təhlükədir mənim əzizlərim, Azərbaycan vətəndaşları. Ayıq olun. Türkiyəmiz budur. Türkiyəmizdə idarəçilikdə bu vəziyyətdədir. Məhvdir Türkiyəmiz. Bir dənə də olsun regionda Türk adına bir iş görə bilməyən bir hökumət var Türkiyədə. Səhərdən axşama qədər işi ixvandır. Səhərdən axşama qədər müsəlman qardaşlığı, ancaq harada terrorçu var, onu gətirib ora qoymaq. Sən gətirmişdin Colanini qoymuşdun ora, sən mi qoymusan? Xeyr, sən qoymamısan, belə çıxır ki, onu İsrail gətirib ora. Belə çıxır ki, səhərdən axşama qədər Suriyada İsrailin maraqları həyata keçirilir. Kürd dilinin tanınması, Kürd bölgəsinin tanınması İsrailin işidir. Hanı bəs sənin işin? Colanini gətirmişdi ona, Şeyx Məsud qruplaşması vardı, kifayət qədər türkmanların qruplaşması, hanı türkman dili? Bu günləri sən gətirsəydin, bu sənin əl işin olsaydı, bu sənin əl işi, özünü ki ondan reklam edirsə, onda biz türkman dilinin dövlət dili elan olmasını eşidərdik. Amma biz bunu eşitmədik. İraqda türkman dilinin dövlət dili elan olmasını eşidərdik. Amma sən Pəşmərgəyə orada yardım edirsən, sən orada Başika kampında PKK-nı, Peşmərgəni yetişdirirsən. Hanı sənin region təsirin? Ancaq ərəbləşmə, Qətər, ancaq Qətərin maliyyəsini al, nə bilim, taq palet fabrikasını sat, onu sat, bunu sat, hamısını sat. İstanbul ətrafında Kanal İstanbul gitkiləcədə, onun da ətrafını hamısı Qətərə satmışsan. Biz bunları bilirik. Biz bundan danışırıq. Hanı sənin təsirin? Hanı sənin təsir imkanların? Bu günləri Suriyada Kürd, 2 milyon Kürdün az qala 40% Suriyanı tutmuş Kürdün dövlətin dilinə çevirdilər. Ona məktəb açdılar. Ona hər cür imkan yaratdılar. Bəli.
Bu gedişlə ki, sənin bu cür qalstuklu bir vəhabini gətirib ora qoymağın tez bir zamanda belə görsənir ki, Suriyanın bütövlüyünü saxlaya bilməyəcəksiniz. İsrailin dedikləri olacaq. Sən boş-boşuna İsrailin üstünə qışqırmaqla deyil. Bu gün İsrailin istədikləri yerindəcə yavaş-yavaş hər bir mənada damla-damla da olsa həyata keçirilir. Bu gün Güney Azərbaycan barədə, İran barəsində xəritələr çəkirlər. Orada az qala deməli Urmiyadan Xoya qədər, Makuya qədər Türkiyə sərhədinə Kürdləri yerləşdirirlər. Hanı sənin dövlətçiliyin? Harda qalmısan sən? İxvançılığın içindən çıx. Batmısan onun içində, Qəzzanın içində batmısan. İşin gücün ancaq müsəlman qardaşlığı, vəhabizmi təbliğ etmək, o firqəçiliyi təbliğ etmək, öldükcə ölmək, məhv olduqca məhv olmaq. Ancaq harda geri zəkalı var o insanları yığımsan ətrafına. Ona görə də əziz Azərbaycan xalqı, bizim heç kəsə gücümüz çatmaya bilər. Amma bizim Azərbaycan xalqının yanında olmaq fikrimiz var. Bu firqələrə nifrət edin, tüpürün bu firqələrə. Çünki bu firqələr sizi məhvə doğru aparır. Bugün İrandan gələn təhlükə yoxdur. Bu günlər şiə bir təhlükə deyil. Çünki şiənin radikalı yoxdur. Nədir? Odur. Azərbaycan xalqının 70% şiə olub. Heç bir biz problem görməmişik. Bugün İrandan gələn təhlükə yoxdur. Bugün hətta mən deyərdim ki, Səudiyyə Ərəbistanından da gələn təhlükə bir o qədər böyük deyil. Bugün Türkiyədən gələn təhlükə çox dəhşətlidir. İxvancı bir axım Azərbaycana gəlir və bunun üçün Qətər milyardlarla dollar pul xərcləyir. Bunun da peşkası Türkiyədir. Bunun da peşkası Türkiyədir. Türkiyə Qətərdən gələn maliyyə ilə bütün ixvançılığı regiona yayır ki, bu sizin bağlarınız və bizim bağlarımız üçün ən böyük təhlükədir. Özünüzdən müğayət olun.